Salam əziz həmvətənlərim, sizləri salamlayıram. Mən ALHD Az saytının rəhbəri olaraq öz təşəkkürümü Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına bildirmək istəyirəm ki, həqiqətən də bizim Azərbaycan Respublikamızın hüquq mühafizə orqanlarının əməkdaşları yüksək səviyyədə xidmət aparırlar. Bəli, qeyri-hökumət təşkilatlarının rəhbərləri bugün saxlanılaraq məsuliyyətə cəlb olunublar. Saxta ordenlər, saxta medallar təqdim ediblər və bilirsiniz nətərdir? Bu ordenlərdir, bu medallardır, dövlətə məxsusdur və dövlət orqanları verə bilər. QHT-lər verməyə ixtiyarları, hüquqları yoxdur. Ona görə ki, bu medallar, bu ordenlər dövlət rəmzlərini daşıyır. Ona görə bunları dövlət verə bilər, dövlət orqanları, dövlət təşkilatları verə bilər. Mən tam əminəm ki, bu şəbəkə üzərində çox şeylər aşkar olunacaq. Təşəkkür bir daha da bildirirəm ki, hüquq mühafizə orqanları əməkdaşlarına ki, bu cür şəxslər dərhal zərərləşərək, dərhal məsuliyyətə cəlb olunur. Bilirsiniz, medal və yaxud da orden heç bir zaman satılmaz. Pulla satıla bilməz. Ona görə bu işlərin üstü çox açılacaq. Eşq olsun mənim hüquq mühafizə orqanlarının əməkdaşlarına ki, həqiqətən də yüksək səviyyədə xidmət aparırlar.